Salam əziz izləyicilərimiz. Bugün yeni bir platforma ilə qarşınızdayım. İndi isə gəlin mən sizə platforma haqqında məlumat vereyim. Həm yatırımlı, həm yatırımsız formada pul qazana bilərik. Sayt daxil olan kimi ilk qarşımıza qeydiyyat hissəsi açılır. Mən indi istəyirəm sizə biraz sayt haqqında məlumat vereyim. İlk əvvəl göstərmək istəyirəm ki, saytımızda istədiyimiz dil seçimini edə bilərik. Əslində mənə türkcə daha rahat olduğuna görə mən hər zaman türk dilini seçirəm. Sizə necə rahatdırsa o dili seçə bilərsiniz. Və dil seçimindən sonra mən göstərmək istəyirəm ki, burada həm telefon, həm mail hesabı ilə qeydiyyatdan keçə bilərsiniz. Mail hesabı və telefonla, yəni istədiyiniz kimi qeydiyyat oluna bilərsiniz. Və burada isə hər hansı bir problem yaşayarsınızsa da xidmətə, yəni dəstək xidmətinə, yəni əlaqə saxlayıb probleminizi deyə bilərsiniz. İndi isə gəlin qeydiyyata keçək. Mən öz şəxsi mail hesabımı yazdım. Şəxsi mail hesabımı yazdıqdan sonra parolumu, yəni mənə aid olan şəxsi şifrəmi yazdıram. Və dəvət kodum orada yazılı olduğuna görə artıq qeydiyyat hissəsinə, yəni üyə olmağa daxil olaraq qeydiyyat oluram. Və gördüyünüz kimi artıq mən saytdan qeydiyyata keçdim. Bu hissəni sizə oxumuram, çünki çox uzun bir vaxtımız aparar. Qısa bir məlumat vermək istəyirəm ki, sayta daxil olan zaman bu hissəni mütləq ki oxuyun. Çünki burada sayt haqqında bütün məlumatlar var. Yəni necə yatırım edə bilərsiniz, nə qədər yatırım etsiniz, nə qazana bilərsiniz və dəvət gətirəndə nə qədər sizə ödəniş verilir. Bunların hər biri yəni orada yazılıdır. Sizə orada izah edir. Və gəlin artıq sayt barəsində biraz danışaq. Və qısa biraz sizə sayti göstərmək istəyirəm. İndi isə gördüyünüz kimi gəlin mən sizə sayta necə pul yəni yatıra bilərik, necə yatırım üçün, yəni bura balans. Biz buradan yəni balansımızla özümüzə yükləmək istədiyimiz pulu yatızdırırıq və buradan bizə nə rahatdır, necə pul yatızdırmaq istəyiriksə biz onu seçirik. Seçim edib yəni elə öz balansımıza ödəniş əlavə edirik. İndi isə də mən keçid verib sizə buradan necə yəni dostlarımızı dəvət eləyərək pul qazana bilərik, bunu göstərmək istəyirəm. Bilirsiniz ki, digər yəni saytlarda da olduğu kimi hər platformada öz dostumuzu, yaxınlarımızı dəvət eləyərək pul qazana bilərik. İndi isə gəlin biz bu barədə biraz danışaq. Gördüyünüz kimi orada bizim dəvət kodumuz və bağlantı linkimiz var. Hər ikisini də kopyalayaraq, yəni yaxınlarınıza, dostlarınıza göndərə bilərsiniz. Və bu link sayəsində siz buradan pul qazana bilərsiniz. Nə qədər çox yaxınınızı gətirsəz, o qədər sizə çox yəni qazanc verir. İndi isə gəlin mən balansıma daxil olub baxaq. Gördüyünüz kimi mənim balansımda 22 dollar pul var. Amma bunu qeyd etmək istəyirəm ki, bu pulu bura mən yatızdırmamışam. Və heç kəsdə belə yatırım saytlarına pul yatızdırmağı məsləhət görmürəm. Amma yenə seçim sizindir. Mənə bu balansı reklam verən, yəni mənə bu reklamı çəkib sizə göstərməyim üçün və mən bu balans üçün sizə bu reklamı çəkib göstərirəm. Gördüyünüz kimi burada nə qədər yatırım etsək, nə qədər pul qazana bilərik, bunları göstərdilər. Və bunu da qeyd etmək istəyirəm ki, bəzi saytlar var ki, doğrudan da orada uzun müddətli yəni pul çəkmək olur. Yəni o demək deyil ki, hər biri yəni bizi aldadır və dələduzluq edir. Yox, bu elə deyil. Araşdırma edərək siz də hər hansı bir sayta yatırım edə bilərsiniz. İndi isə gəlin mən sizə yatırım izah edeyim. Gördüyünüz kimi videoda görürsünüz ki, burada necə yəni pul qoyub nə götürə bilərik, bunları göstərir. Mən 20 dollar yatırım etməyi düşünürəm. Yəni mənim balansım oturulan pulu bura yatırmalıyam. İndi isə gəlin mən sizə göstəreyim. Gördüyünüz kimi 20 dollar qoyaraq 149 dollar qazanmaq olar və mən 20 dollar mənim balansımdakı pulu yatırım etdim. Yəqin ki, özünüzdə izləyirsiniz. Mən necə edirəmsə, siz də belə edə bilərsiniz və yaxud da hansı bir sual qarandıq qalırsa da aşağı hissədə telegramım var, orada mənə yaza bilərsiniz. Mən sizə oradan kömək edə bilərəm. Və mən artıq yatırım etdim. Mənim balansıma 2 dollar buradan pul gəldi və mən onu geri çəkmək üçün indi sizə videosunu çəkirəm ki, necə geri çəkə bilərik o pulu. Və gördüyünüz kimi burada artıq geri çəkilim yazılıb. Ora daxil oluram. Bir də göstərirəm geri çəkimi. Bəli, oradan daxil olub. Mən öz balansımdakı pulu yazdım, yəni 2 dolları və öz Binance hesabıma tuturdum. Gördüyünüz kimi şəxsi parolumu da yazaraq mən artıq buradan öz balansımı çəkdim. Və bu pul mənim Binance hesabıma oturdu. Yəqin ki, videoda tam izah etmiş olaram sizə. Əgər nə isə başa düşmədiniz, nəsə qaranlıq qaldısa da mənə qeyd etdiyim kimi Telegram hesabımdan yaza bilərsiniz.